Salam, her vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə hazır yuxadan çöl xırçıltılı, içərisi yumşaq, çox ləzzətli börəyi necə hazırladığımı bölüşmək istərəm. Yəni həqiqətən bu üsulda börək çox ləzzətli olur. Yəni ən azından hər birinizə bir dəfə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Yəni börək üçün əlavə nazik yufqalara ehtiyac yoxdur. Hamımızın bildiyimiz adi yuxalarla hazırlayacağıq. Bunun üçün öncə 350-400 qram kəsmiyi qabımıza əlavə edirik. Kəsmiyimiz nə qədər yağlı olsa börəyiniz də bir o qədər ləzzətli olacaq. Və iri hissələr qalmasın deyə bilək yüngülvari üzərindən basaraq, yəni xırdalamağa çalışıram. Yəni iri hissələr qalmasın. Və üzərinə göyərti, mən cəfəri və bir neçə sap nanədən istifadə etdim. Yəni siz də öz zövqünüzə görə dəyişikliklər edə bilərsiniz. Və bunları yaxşıca tam qarışana qədər qarışdırıram və üzərinə ədviyyat olaraq mən sadəcə duz əlavə etdim. Ancaq siz öz zövqünüzə görə bir daha qeyd edirəm, zövqlər müxtəlifdir. İstədiyiniz ədviyyatlardan və yaxud qara istiot, üydülmüş istiot əlavə edə bilərsiniz. Və təkrar yaxşıca qarışdırıram və keçirəm börəyimizin lavaşlarını islatmaq üçün qarışım hazırlamağa. Deməli, öncə 3 ədəd yumurtanı qabımıza əlavə edib, bir balaca, sadəcə çırpıram bir balaca ki, həll olunsun. Və indi üzərinə 1 stəkan yarım qatıq əlavə edirəm. Börəyin daha yumşaq olmağını istəyənlər 1 stəkan qatıq, yarım stəkan süd də əlavə edə bilərsiniz. Və üzərinə 1 stəkan yağ əlavə edirik. Yəni yağın miqdarını özünüz zövqünüzə görə dəyişə bilərsiniz. Ancaq yağı çox olduğu zaman börək həqiqətən həm ləzzətli, həm xırçıltılı alınır. Və ədviyyat olaraq qarışıma duz və azacıq qara üydülmüş istiot əlavə edib, yaxşıca tam həll qarışana qədər qarışdırıram. Deməli, artıq bunu bir kənara qoyaq. İndi keçək börəyimizi hazırlamağa. Deməli, sobanın listini yaxşıca yağlayırıq. Yəni mütləq duru yağla yağlayırıq. Sobanın həm kənarları, həm alt hissəsi yaxşı yağlansın. Gördüyünüz kimi mən bu cür hər tərəfinə dəysin deyə bir fırça yardımı ilə yayıram. Və indi artıq lavaşlarımızı düzürük. Deməli, mən dönər üçün olan iri ölçülü lavaşlardan istifadə etmişəm və sobanın ilk qatına gördüyünüz qaydada 2 ədəd belə düz formada sərirəm və indi bu qarışımdan yaxşıca yağlayırıq. Yəni ki, hər tərəfinə bol olacaq şəkildə xanımlar, yəni narahat olmayın, çox yumşaq alınmır. Yəni lavaşlarımız da biraz daha qalın olduğuna görə, yəni yaxşı yağlayırıq ki, bir balaca yumşalsın. Görürsünüz, hər tərəfini çox gözəl şəkildə yağlayıram. Yəni mən bunu biraz ətraflı nəyə görə çəkirəm? Bunu sadəcə ilk qatda sizə göstərirəm ki, yəni nə qədər bol eləyirəm. Çünki gənc ilk dəfə hazırlayan xanımlarımız rahatlıqla hazırlasın. Və ikinci qatı gördüyünüz kimi 2 ədəd yuxanı bu cür əlimdə bir balaca büzərək və belə deyim, eninə olacaq şəkildə sobanın listinə yerləşdirirəm. Və təkrar yaxşıca bu cür qarışımla hər tərəfini bol olacaq şəkildə isladırıq. Və növbəti qatımızı 2 ədəd lavaşla yox, sadəcə 1 ədəd lavaşı bu cür uzununa, eninə yox, yəni listin uzununa qoyaraq təkrar bu qarışımla yaxşıca hər tərəfinə sürtdükdən sonra birinci qat içliyimizə əlavə edirik. Mən qat hamısı bir yerdə qalın olmasın deyə hər zaman bu cür 2 hissəyə əlavə edirəm. Ancaq arzu edənlər qatı biraz qalın eləyib bir hissəyə və yaxud içliyi biraz az istəyənlər biraz az olacaq şəkildə də əlavə edə bilərsiniz. Və gördüyünüz kimi içliyə əlavə etdikdən sonra təkrar ikinci qatı yenə uzununa olacaq şəkildə yuxanı
lavaşı sərirəm və təkrar üzərini yaxşıca yağlayıb təkrar şor göyərti içliyindən əlavə edirəm. Yəni mütləq deyil ki, bu börəyi məhz bu cür kəsmik və göyərti ilə hazırlayasınız. Arzu edənlər bunu qıymə ətlə də, didilmiş toyuğun sinə əti və yaxud da bibər, soğan qarışımı ilə də, yəni öz zövqünüzə görə içlikləri dəyişib, yəni fərqli çeşidlərdə börək hazırlaya bilərsiniz. Və artıq birinci qatda olduğu kimi təkrar üzərinə 2 ədəd bu cür yığaraq lavaşlarımızı, yuxalarımızı sərirəm və təkrar üzərini örtərək arzu edənlər, yəni bunu 2 dəfə də təkrar edə bilərsiniz. Yəni sobanızın qabına, ölçüsünə, həcminə baxaraq, yəni 10 ədəd lavaşla bu cür rahat yığa bilərsiniz. Və sonda bu kənar hissəyə çıxan yuxalarımızı, lavaşları bu cür belə yuxalarımızı qaldıraraq alt hissəsinə salırıq və kənar hissəsində bu cür düzəldirik. Yəni həqiqətən çox ləzzətli, xırçıltılı, möhtəşəm börəklər alınır və artıq qalan nə qədər qarışım qalıbsa, yəni bunu üzərinə rahatlıqla, ola bilər bəlkə biraz sizdə daha çox, biraz az sürtmüş olsanız, biraz daha çox qala bilər. Yəni bunu doğradıqdan sonra, indi mənim videoda göstərəcəyim qaydada rahatlıqla üzərinə və ara hissəsinə gələcək şəkildə hər tərəfinə baxın, bu cür gəzdirirsiniz. Və ölçünü də özünüz istədiyiniz soba qabınıza uyğun olaraq kvadratlar formasında kəsirik. Mən üzərinə qara çörək otu da əlavə etdim. Yəni siz də öz zövqünüzə görə istər çörək otu, istər küncüt əlavə edə bilərsiniz. Və 200 dərəcəli sobada üzəri bu cür qızarana qədər qızardıram. Bu qədər asan və həqiqətən çox ləzzətli börəyimiz alındı. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Bu sizin üçün asan, mənim üçün isə çox dəyərlidir. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.